Kargolarımızda gəlin olar açalım. Stöşəbəyə buraya yerə. İnci yerə stöşmü səni. Sabah da İncinin ad gün dəstində. Bu gün də o qədər qaça-qaçdıyam. Uşaqlar imkan vermirlər ki, anı öz ağlayan bilsin. Ay, nə qəşəydir bu. Bu incişə belə bir dənə qutqadır. Buralığı belədir. Deba buralığı belə. Ciblər də var, ya, bax, burada, əlisən. Böyüdür rəngi var. İncişdə 9-10 yaşdır. 9-10 yaşdır, incişində 10 yaşı olur sabahları. Ya bunun, bak bunun. Geçsem. Sonra. Bu nədir? Bu deməli köynəklərdir. İnciyə vurmuşam. Uzun qol köynəklərdir. Qiymətləri çox münasibi, defaktoda hamısı. Oy materialı da ki super. Bu 9-10 yaşdır. 2 dənə ikilidir bunlar. Bunun qısa qollarında vurmuşam. O da gələcək, göstərəcəm orada sizə. Bu əslində part 1'dir də. Oy bu nə qəşəydir. Bunlar isə lasinlərdir. Bunu da incişə vurmuşam evdə giyməyəm. Bu da 9-10 yaşdır. Belə mübarəkdir balam. Bunu da açın. Uşaqlarım bunu belə partladırlar. Bu isə belə bir dənə birinci tavasıdır. Bu nədir ya? Qırağı yoxdur ki. Ambosdan zaten tava vurursan. Bu hansı level'dır? Nədir burada? Deyir ki, granitdir. Granit nə deməkdir bilmirəm. Onu birinci kadar pişirik onda. Ən sonuncuyu da açaq. Ay Allah. Bu mənim üçün belə bir dənə qutqadır. Sizə əynimə cüyünüm. Böyle wow bir dənə keyfiyyət gözləməyin. Böyle bir şey deyil. Mən 42 razmaya vurmuşam, mənə boşdur. Baxın. Yəni o vəsait bir şeydir, rahatdır. Tam belə bir şey istəyirdim mən də. Amma keyfiyyəti belə wow bir şey deyil. Göstər. Şalvar da göstər. Bu Fidoşun şalıdır. Bu da nədir? Bu da mangodandır. Yumuşaq diye. Endirmən almışıq. Nə qəşəydir. O yiyəsi pulsa evdə yoxdur. Çox da ayaz diye birinci havası. Bu isə yenə Trendyol Mila'da Fidoşun kutkasıdır. Maraklikləri belədir. Bunun keyfiyyəti o birisindən qəşəydir. Məhsulların hamısının